Salam, hər vaxtınız xeyir olsun əziz müdavimlər, abituriyentlər. Dünən keçirilən sınağımızın bugün ümumi izahını paylaşacağım. Suallar orta səviyyəlidir, təkmilləşdirmə sinifin səviyyəsindədir. Hər biri abituriyent, müdavim bunu yaza bilər, yəni səhvsiz yazacağına gözüm kimi əminəm. Keçək sualların izahına çox uzatmadan baxaq. Hansı sözdəki qalın, dodaqlanan, qapalı sait uzun tələffüz olunur deyir. Baxaq, texnikum. Texnikum sözündə uzanma yoxdur. Ona görə bunu çıxırıq. Nəsimi, i uzandı. Nə olsun ki, qapalıdır. Amma burada nə dodaqlanan yoxdur, nə qalın yoxdur. Ona görə B-ni çıxdıq. Xaqani, a uzansa da, qalın olsa da. Dodaqlanan deyil, qapalı deyil. C-ni çıxdıq. Müsavat, a uzanır. Qalın olsa da, dodaqlanan və qapalı deyil. Çıxdıq. Səbuhi. Biz bilirik ki, uşaqlar, qalın, dodaqlanan, bir də qapalı deyirsə, üçü bir yedişlənirsə. Söhbət hansı səsdən gedir? U səsindən gedir. Səbuhi sözündə də U uzanır, həm qalındır, həm dodaqlanan və qapalıdır. Qapalılar hansılar idi? I üstü 4 şəkilçisi, yəni I, I, U, Ü şəkilçisi. Aha, düzgün cavab bizim burada hansı oldu? E variantı oldu. Keçirik ikinci suala. Sözcüklərin birində bütün sözlərin yazılışı səhvdir deyir. Əslində mən bu sualı izah eləməyəcəm, çünki bu sualın özündə səhvlik var. Əslində B variantı olmalı idi. Burada baxın, niyə səhvlik var? Əslində testin özündə burada 2 sığla verilir və burada A verilir. Referant verilmişdi. Bir də 2 sıyla nüxsə verilmişdi. Bunu necə edəcəkdik? Bura t yazacaqdıq. Püxtələşməkdir çünki. Referant burada necə yazılmışdı əvvəl? Bax, elə qalacaqdı. Nüxsə də burada necə yazılıbsa elə olacaqdı. Yəni bunu belə düzəldəcəydiniz siz özünüz. Amma sualı tərtib edəndə səhvlik baş verib. Onu hər hansı bir sualla əvəz edib ümumi bir izahını paylaşacağam. Hansı birləşmənin birinci tərəfinin son samiti öz kar qarşılığı ilə tələffüz olunur. Bunu əvvəlcə başlamamışdan qabaq bunu deyim. Biz bilirik ki, fonetikada belə bir qayda var. B, D, C, C qaydası. Əgər bu samitlərlə bitən sözlərdən sonra sait ilə başlanan şəkilçi və ya söz gələrsə, onda tələffüz fərqlənməyəcək. Amma samitlə gəlsə, necə olacaq? Kar olacaq. Yəni sondakı bunlar karlaşacaq. P olacaq, D olacaq, C və K olacaq. İndi baxaq bu qaydanı burada tətbiq edək. Kitab evi. Aha, bu qaydamıza aiddir. Kitab bununla bitib və özündən sonra sait gəl. Dəyişməyəcək. Dərs otağı. Bu kar qarşılığına keçmir. Dərs otağı demirsən ki. Tüfəng lüləsi. Baxaq, tüfəng lüləsi. Özündən sonra C'dir, özündən sonra da samit gəl. Necə olacaq? Tüfəng lüləsi. Aha, burada yəni ki, öz kar qarşılığına keçdi. Düzgün cavab olur C variantı. Kəpənək qanadları. Biz bilirik ki, sonu ki ilə bitən sözlər təklikdə necə tələffüz olunubsa, özündən sonra samitlə başlanan şəkilçi və ya söz gəlsə, yəni yenə də elə tələffüz olunacaq. Təklikdə necə idisə, özündən sonra samit və söz və ya şəkilçi gələrsə elə olur. Çörək ətri burada iş səsini verir. Dördüncü suala keçid edirik. Bizə deyir ki, yazılışı səhv olan sözü müəyyən eləyin. Riayət düz yazılıb. Detektiv. Bunu çox şaxtlığına yazır detektiv. Xeyr, bu detektiv yazılır t ilə. Daha sonra cinayət bir y ilə yazılır, düzdür. İyaşə. İyaşə sözünün tərkibində y səsi hərfi yoxdur. Yəni bunu qarışdırmayın. Əzimkarlıq isə burada səhv yazılır. Necə yazılmalı idi? Əzimkarlıq. Yəni burada i səsi yoxdur. Bunu qarışdırmayın. Bizə deyir ki, hansı sözlər ahəng qanununa tabe deyil, həm də hecalar düzgün ayrılmayıb. Baxaq, kitab. Ahəng qanunu nə idi əvvəlcə? Eyni cinsli saitlərin bir-birinin izlənməsinə deyilirdi. Yəni, bütün sözdə ya hamısı incə olmalı idi, ya da hamısı qalın olmalı idi. Baxaq, kitab sözündə i və a var. Ahəng qanununa tabe deyil. Amma hecalara düzgün ayrılıb. Onca bu variant ola bilməz heç vaxt. Çıxdıq. Məktəb sözü. Ahəng qanununa tabedir, amma bizə tabe olmayan deyir. Bunu çıxdıq. Hecalar da düzgün ayrılmır. Məktəb belə olmalı idi. Sərhəd belə olmalı idi. Ahəng qanununa tabe olsa da hecalara düzgün ayrılmayıb. Oğul sözü ahəng qanununa tabedir.
amma bizə tabe olmayan deyil. O, qol, çək, düz, ayrılıb. Çıxırıq bunu. Mənalı, namərd. Biz bilirik ki, sözünün şəkilçiləri sözə qoşulanda ayrı hecabda olur. Baxın, namərd, mənalı. Belə təfsir olunur. Ahəng ona tabe deyil. Həm də ki, necədir? Hecalar düzgün ayrılmayıb. Elə bizim düzgün cavabımız olacaq D variantı. Çıraq ahəng qanuna tabedir, həm də hecalara düzgün ayrılıb. Bünövlərə hecalara düzgün ayrılıb, bünövrə. Həm də ahəng qanuna tabedir. Keçirik 6-cı suala. Hansı sıradakı sözlərin hamısı səhv yazılıb deyir. Hamısı səhv yazılıb. Mikyaz q ilə yazılmalıdır. Rəng c ilə yazılmalıdır. Bəyanat, şərait, pambıq düzdür. Güzəran ə ilə yazılır. Misgər C hərfi ilə yazılır. Kəlağayı ə hərfi ilə yazılır. Elə bizim düzgün cavabımız burada olacaq C variantı. Avtobus, səbr, mütəkkəb. Bu düzdür. Səbr sözünün çoxsu belə yazır. Bu səhvdir. Səbirdə i hərfi yoxdur. Daha sonra bekar sözü olur. Bekar belə yazılmır. Bu səhvdir. Bekar yazılır. Yəni bu ümumiyyətlə belə sözlərə səbirdir, bekardır. Bunlara diqqət edin. Keçirik 7-ci sualımıza. Cümlələrin birində bütün sözlər yazıldığı kimi tələffüz olunur. Baxaq, qoyunçuluq faydalı sahədir. Burada qoyunçuluq sözündə tələffüz fərqləndi. Ona görə çıxırıq anı. Tapşırıq burada fərqləndi. Şirin meyvələrdən, şirin dəyişilmir, meyvələrdən xoşum gəlir. Burada fərqlənən hər hansı bir söz yoxdur. Ona görə düzgün cavabımız C olacaq. Arılar çiçəklərdən ilk səsini verir burada. Aytac gəlinciyə, biz aytac sözünü deyəndə görürük ki, c əvəzləməsi baş verir, qarşılığına keçir. Ona görə eyni də çıxırıq. Sıraların birində yalnız omonim kimi işlənən sözlər deyir bizə. Baxaq, alın, qoyun, saç. Elə bizim düzgün cavabımız burada A variantıdır. Alın bir insanın alını, bir də var ki, onu alın, götürün mənası. Qoyun. Qoyun biz şeirləri oxuyanda ibtidai siniflərdən nəzərdə tuturam. Ananın qoyunu qucağı kəlmələrini daha çox eşitirik. Bu da o mənadadır. Qoyun qucaq mənası. Bir də var qoyun quzu, heyvan mənasını bildirir. Çaş bir çaşmaq mənasını bildirir. Bir də ki, çəp mənasını bildirir. Ayaq, göz çox mənalı sözdür. Kəndin ayağı, insanın ayağı, yolun ayağı və s. Göz, insanın gözü, qapının gözü, şkafın gözü. Dar da dar ağacı. Dar həm çox mənalı kimi, həm omonim kimi götürülə bilir. Necə? Həm dar ağacı mənasında, həm də ki, dar həcm mənasında. Ətək çox mənalı sözdür, maşın da çox mənalı sözdür. Udmaq bir qazanmaq mənasını verir, bir də ki, udmaq, udqunmaq mənasında ötürmək. Acı bir biber acı ola bilir, az o nəzərdə tutulur. Bir də var ki, qəm, kədər mənası. Yaz, yazmaq mənası, bir hava fəsil mənası. Diş, məsələn, ət çəkən olur, o maşında diş olur içində. Bax, onu nəzərdə tutub insanın dişi və s. Daha sonra, hansı sözün mənası hər tərəfi su ilə əhatə olunmuş quru mənasını verir? Bu sözün mənası adadır. Baxaq görək harada verilib, elə A variantında verilib. Burada əslində C variantında qaf yazılmışdı. Bu da coğrafiyanın terminləridir. Coğrafiyanın terminləridir. Bunu ikinci qruplar daha yaxşı bilər. Frazeoloji birləşmə müəyyən edin. Biz frazeoloji birləşmələri bilirik ki, məcazi mənalı iki və daha artıq sözün birləşməsindən yaranan sözdür. Birləşmədir, daha doğrusu. İşdən gəlmək. Bir də bunu nəzərinizə yetirəm ki, hər məcazi mənalı ifadə frazeoloji birləşmə hesab olunmur. İşdən gəlmək frazeoloji birləşmə deyil. Həqiqi mənalıdır çünki. Sözün hikməti söz birləşməsidir. Daha sonra başdan çıxarmaq. Elə düzgün cavabımız bizim C variantı olacaq. Başdan çıxarmaq. Məsələn, mən deyirəm ki, uşağı başdan çıxardım, aldatdım öz sözlərimlə də. Ağlını başından aldım mənasındadır. Ağacı kəsmək həqiqi mənadadır. Gəzə bilməkdir bu əslində. Bu da həqiqi mənalıdır. Frazeoloji birləşmə hesab oluna bilməz. Otağın genişliyi, ürək genişliyi birləşməsində biz bilirik ki, genişlik sözü burada çox mənalı kimi kəsb olunub. Niyə çox mənalı kimi kəsb olunub? Çünki biz bilirik ki, çox mənalı sözlər eyni sözdür, amma məna bağlılığı yarada bilir. Leksik mənaları bir-birinə bağlı olurlar. Omonimlərdən fərqli olaraq. Omonimlər də necə idi? Yazışla deyilmiş eyni olurdu, lakin mənaları müxtəlif olurdu. Amma burada çox mənalı kimi götürəcəyik bunu. Çünki mənaları arasında otağın genişliyi həcm mənasıdır, ürək genişliyi həcm mənasıdır. Bir-birinin arasında bağlılıq var.
Ona görə çoxmənalı kimi götürdük. Təkmənalı sayılmır, homonim sayılmır. Antonim əks mənalı sözlərə deyilir. Sinonim isə yaxın mənalı sözlərə deyilir. Köksünü ötürmək frozoloji birləşməsinin sinonimini deyimizə. Sinonim nə idi uşaqlar? Yaxın mənalı sözlər idi. Köksünü ötürmək nədir? İnsan daha çox bunu görmüşük ki, qocalar fikri olanda köks ötürür, yəni ah çəkir. Belə də fikri olanda. Ürək sıxılanda belə qəribə hallar baş verir. O nəzərdə tutulur. C variantı düzdür. Yola salmaq, göndərmək mənasındadır. Ürəyini boşaltmaq, dərdini danışmaq mənasındadır. Ürəyindən keçmək, istəmək mənasındadır. Qəlbini oxşamaq, ürəyini yatmaq mənasındadır. Şirin sözü hansı cümlədə həqiqi mənada işlənmişdir? Həqiqi məna nə idi? İnsanın ağlına gələn ilkin məna. Baxaq, şirin danışığı var. Məcazi mənada əgər bir sözdə bənzətmə varsa, məsələn biz şirin çay deyə bilərik və şirin tort deyə bilərik. Bu həqiqi, yəni olur da həqiqətən də tort şirin ola bilər, çay da şirin ola bilər. Yəni pesopu qatırıq, olur şirin. Əgər bunu bənzədiriksə gülümsəməyimizlə, baxışımızla, danışığımızla, onda bu nə olur? Məcazi məna olur. Baxaq, üzündə şirin bir təbəssüm var. Təbəssümün şirinliyi nəzərdə tutub məcazidir. Şirin xatirə məcazidir. Daha sonra burada da şirin xatirədir, məcazidir. Şirin çay mənasında da bu artıq nədir? Həqiqi mənadır. Düzgün cavab E variantı olacaq. Biri çox mənalı söz deyil. Baxırıq, dil, insanın dili, bir də var qapının dili, diş, insan dişi, bayaq da dedim. Məsələn, qapının dişi ola bilər, o ruçka hissəsini tutacağını daha doğrusu aşağı yuxarı eləyəndə orada balaca bir olur və ya ət çəkən maşınların içərisində olan dəmir parçasına da diş deyilir. Baş insanın başı, yolun başı, kitabın başı, qələmin başı, stolun başı və s. Bel, bir yeri belləmək üçün olan alət. Bir də var ki, insanın beli. Mədə bir mənada işlənir, çox mənalı kimi işlənə bilməz. Daha sonra homonimlər haqqında verilən fikirlərdən hansı doğrudur deyir. Biz bilirik ki, burada əslində belə baxanda daha çox uşaqlar tez tapacaq. 2 dənə variant var burada düz olan. B və C. Niyə B və C? Baxaq, homonimlər yalnız eynilik hissəsinə aid olur. Bu fikir səhvdir. İndi deyəcəksiniz ki, müəllim, eynilik hissəsinə aid olur da. Bəli, aid olur. Amma burada bir nüans var. Biz deyir ki, yalnız. Axı, bu həm eyni, həm müxtəlif olurdu. Müxtəlif olurdu. Niyə yalnız desin ki buna? Homonimlər yazılışı ilə deyilir ki, eyni, düzdür. Mənasından fərqli olan sözlər deyilir. Bu da düzdür. Yəni, bunu götürürük. Homonimlər həqiqi mənada olur, bu düzdür. Məcazi mənada işlənə bilməz homonimlər. Ancaq həqiqi mənada olmalıdır. Məcazi məna hansına aid idi? Çox mənalı sözlərə aid idi. Bunu qarışdırmayın. Kökləri fərqli olan sözlər homonim sayılır. Xeyr, sayılmır. Məsələn, əkin sözünü götürək biz. Əkin. Əkin bir var. Əkin biçim mənasındadır. Bizə var ki, onu əkin deyirəm. Əmr formasında ək sözün kökü. Bunu qarışdırmayın. Yəni, kökləri fərqli olan sözlər homonim sayılmır. Daha sonra vurğusu fərqli olan sözlər homonim sayılmır. Xüsusi və baxın, burada da qeyd eləmişəm, ümumi isimlər, xüsusi isimlər homonim sayılmır. Düzgün cavab burada B və C variantı olacaq. İzahımız bu qədər. Əgər hər hansısa bir qaranlıq hissə qaldısa, başa düşmədiyiniz bir hissə olarsa, aşağıda qeyd eləməyiniz kifayətdir. Yazılı formatda hər birinin izahını yenidən sizlərlə bölüşəcəm.